Azərbaycan Xalq Parlamentinə yeni seçkiler başlayır. Bir il necə də tez keçdi. Bizim, sizin, onların laqeydliyi yüzündən İlham Əliyev və quldurları ölkədə at oynatmaqdadılar. Seçkilərə qatıl, gəl bu problemi həll edək. Özün bir gün görmədin, heç olmasa uşaqların o günləri görsün. Və onunla bağlı belə bir, dostlar, belə bir şey paylaşdım. Tələsin, seçkilərə qalın. Azərbaycan Xalq Parlamentinə deputatlar namizədliyin irəli sürülməsi 23 noyabr 2024-cü il saat 23-ə qədər davam edəcək. Tələsin. Dostlar, yadınızdadır mı bu reklam? Deməli, mən bunu, dostlar, deməli 3 gün bundan qabaq paylaşmışam. Yəni bir də baxdım ki, bu anlar gəlir, yəni ki 1 ildən, 2 ildən, 3 ildən, 5 ildən, 10 ildən. Onda gördüm belə kakraz yadıma düşdü ki, seçkilər gəlir qabaqdan, reklam eləmək lazımdır ki, insanlar aysın. Baxın dostlar, indi mən bir həftə bundan qabaq bunu paylaşmışam. Deməli, dostlar, bircə nəfər adam Azərbaycan Xalq Parlamentində, mən bilmirəm, bu Aliyev Roma, bir nəfər adam bunu bəyənib və bir-iki dənə ürək şəkili qoyur. Heç kim qalan bir nəfər də olsun, bunu nə paylaşıb, nə bəyənib, nə də şey deyib ki, bəs şeydir. Əziz qardaşlarım, hörmətli deputatlar, hörmətli Azərbaycan Xalq Parlamentinin deputatları, siz niyə yığışırsınız oraya?